Salam əziz şagirdlər və abituriyentlər. Bugün biz 7-12-ci ay 2025-ci il OTK-nın 11-ci siniflər üçün 2-ci qrup coğrafiya suallarının izahına birlikdə baxmış olacaq. Vaxt itirmədən keçək suallarımıza. 31-ci sualda deyir ki, relief vahidlərinə uyğun gələn xüsusiyyətləri müəyyən edin. Orinoco ovalığı, La Plata ovalığı, Orta Sibir yaylası və Anadolu yaylasını verib və fikirlər verib. Fikirlərə baxaq, 1. Cənub və Qərb yarımkürəsində yerləşir. Bu təbii ki, La Plata ovalığına aid olar. 2. Subekvator iqlim qurşağında yerləşir. Orinoco ovalığı subekvator iqlim qurşağında, şimal subekvatorunda yerləşir. 3. Mülayim iqlim qurşağının kontinental tipində yerləşir. Orta Sibir yaylasına aid olar bu fikir. 4. Geosinkral ərazidə yerləşir. Təbii ki, Anadolu yaylası geosinkral ərazidə yerləşir. Testimizin doğru cavabı 1-ə 2, 2-yə 1, 3-ə 3, 4-ə 4. 2, 1, 3, 4, yəni D variantı olacaq. 32. Xəritə sxemində qeyd edilmiş ölkələrin hər ikisində formalaşan iqlim tipləri. Əvvəlcə ölkələri təyin edək. Fransa və Almanya ölkələri göstərilmişdir. Hər ikisində formalaşan iqlim tipi hansıdır? Baxaq. A variantı kəskin kontinent bərabər rütubət təbii ki olmaz. A variantı yanlışdır. B variantında kontinental mülayim dəniz. Mülayim dəniz olar, amma kontinental yox, mülayim kontinental olar. B də yanlışdır. C variantına baxırıq. Mülayim dəniz Aralıq dənizi. Mülayim dəniz olar hər ikisində. Aralıq dəniz Almaniyada olmaz. C variantı ona görə yanlışdır. D variantına baxırıq. Mülayim dəniz, mülayim kontinental. Bəli, hər ikisində mülayim dəniz və mülayim kontinental iqlim tipi formalaşar. Doğru cavab D variantı olacaq. Y variantına da baxaq. Aralıq dənizi, mülayim kontinental. Aralıq dənizi bildiyimiz kimi yenə Almaniyada olmaz. Testimizin doğru cavabı D variantı olacaq. 33. Kars reli formalar hansı yarımada daha geniş yayılmışdır? Bildiyimiz gibi Balkan yarımadasıdır. 34-cü suala diqqət edək. Xəritə sxemində işarələnmiş ərazilər üçün ümumi xüsusiyyətləri müəyyən edin. Cənubi Amerikada cənub-şərq hissəsi La Plata ovalığı hissəsi, Afrika materikinin yenə də ucqar cənubu, Avstraliya materikində ucqar cənub-şərq. Bu hissələr ümumi xüsusiyyətlərə baxaq. A. Cavan dağlar yerləşir. Bildiyimiz kimi xeyr. Avstraliyada cavan dağlar, Afrikada cavan dağlar bu hissədə eyni zamanda Cənubi Amerikada olmaz. A yanlışdır. B. Pastat küləklərin təsirinə məruz qalır. Bildiyimiz kimi pastat küləklər tropiklərdən ekvatora doğru əsdiyi üçün bu ərazilərdə pastat küləklər təsiri altında məruz qalmaz. Daha sonra C variantı isti okean cərəyanlarının iqlimə təsiri. Bəli, testimizin doğru cavabı C variantıdır ki, isti okeanların iqlimə təsiri formalaşır. D variantında subekvator iqlim qurşağında yerləşir. Təbii ki, burada subekvator iqlim qurşağında yerləşir fikri yanlış olacaq. Y variantında aktiv seysmiklə malik ərazidir. Xeyr, bu ərazilərin heç birində aktiv seysmiklik müşahidə edilməz. Doğru cavab C variantı olacaq. 35. Ərazidə mümkün buxarlamanın kəmiyyəti 1800 mm, rütubətləmə əmsalı 1,5 olarsa, əraziyə düşən illik yağıntı miqdarını hesablayın. Biz bilirik ki, rütubətlənmə əmsalı bərabərdir illik yağıntının miqdarı bölünsün mümkün buxarlanma düsturudur. Biz həmişə bundan istifadə edib hesablamamızı aparırıq. Burada indi rütubətlənmə əmsalı 1,5-dir. Yəni 1,5 bərabərdir. Mümkün buxarlanma isə 1800-dür. Buradan biz yağıntının, əraziyə düşən yağıntını tapmaq üçün 1,5-i 1800-ə vuracaq. 1,5-i 1800-ə vuranda 1,5-i 1800-ə vuranda bu eləcək 2700 mm yağıntı. Yəni il ərzində verilən şərtlərə əsasən həmin məntəqə 2700 mm yağıntı düşəcək. Növbət suala keçək. Yay gündönümü günü gündüzün uzunluğu daha çox olan məntəqələri müəyyən edin. Yay gündönümündə günəş 23,5 dərəcə, yəni bu şimal tropik xəttində zenitdə olur. Bu zaman şimal yarımkürəsində yay fəslidir, cənub yarımkürəsində qış fəslidir və 66,5 dərəcədən, yəni şimal qütb dairəsindən 90 dərəcə şimal enindən, yəni şimal qütbünə qədər gündüzün uzunluğu arta-arta bu istiqamətdə davam edəcək. Yəni biz burada qütbə daha yaxın olan məntəqələri, yəni şimal yarımkürəsində təbii ki götürəcəyik. 1 və 6 məntəqələrində yay gündönümü gündüz uzunluğu daha çox olacaq. Testimizin doğru cavabı B variantı olar. Keçək növbəti sualımıza. Qaradəniz sahilində yerləşən dağlar. 1.
Qafqaz dağları bildiyimiz kimi biz bunu qeyd etmişik dəfələrlə. Qaradəniz sahillərində yerləşən cavan dağ silsilələrindən biridir. Alt dağları olmaz. 3-də Kopet dağ olmaz. 2 və 3 yanlışdır. Pont dağları bəli götürərik. Yəni biri 1 oldu, biri 4 oldu. Pont dağları Türkiyənin şimalında, Anadoliyasının şimalında Qaradəniz sahilində yerləşir. Zagros dağları təbii ki yenə də olmaz. Krım dağları və eyni zamanda Qaradəniz sahillərində yerləşən dağlardan biridir. Testimizin doğru cavabı 1, 4, 6 Y variantı olacaq. Növbət suala baxın. Yanlış fikri müəyyən edin. Orta Sibir yaylasının şərqində Verxulen silsiləsi yerləşir. Bu doğru fikirdir. B variantı. Cənub-qərbi Asiyada Eol relif formaları yayılmışdır. Doğru fikirdir. Biz bunu da qeyd etmişik. C variantı. Himalay dağlarının şimalında Tibet yaylası yerləşir. Doğru fikirdir. D variantı. Pamir dağlarının ən hündür zirvəsi Nepal ərazisindədir. Xeyr. Pamir dağlarının ən hündür zirvəsi Konqodur, Çin ərazisinə düşər, Nepal ərazisinə düşməz. Yanlış fikir. D variantı yanlış fikirdir. Y variantı böyük Çin düzəni daha çox mənimsənilmişdir. Bəli, bu doğru fikir. Testimizin doğru cavabı D variantı olacaq. Növbət suala keçək. Yağıntıların orta ilk miqdarı 600 mm olan məntəqələr müəyyən edin. Yağıntının miqdarı demək olar ki, kifayət qədərdir. Yəni biz burada Aran rayonlarını birbaşa olaraq variantdan çıxarıq. Ağcabədi olmaz. B variantında Tərtər olmaz. C variantında orta dağlıq ərazilər. Bu yağıntı miqdarı əsasən orta dağlıq ərazilər üçün səciyyəvidir. Uyğun gəlir. D variantında Lənkəranda burada daha çoxdur. 1600 mm qədər yağıntı düşür il ərzində. Bu da olmaz ona görə. Y variantında Bərdə olmaz. Çünki bura 600 mm arası yağıntı düşməz. Doğru cavab C variantı olacaq. Testimizin doğru cavabı. Xocavənd, Qusar, Cəlilabad rayonlarına orta illik yağıntının miqdarı 600 mm olar. Növbət suala keçək. Afrikanın şimal hissəsinin cənuba nisbətən daha quraq olmasının səbəbi bu da A variantında şimal hissəsinin daha geniş ərazi tutması. Testimizin doğru cavabı A variantı olacaq. Digər variantların, yəni həmin hadisənin səbəbinə heç bir aidiyyatı yoxdur. Keçək növbəti suala. Böyük Hövzə yaylası ilə Qərbi Avstraliya yaylasının oxşar xüsusiyyətləri. Böyük Hövzə ilə Şimal Amerika materik, Qərbi Avstraliya yaylası Avstraliya materikində yerləşir. İsti okean zirvələrinin təsirinə məruz qalanlar xeyr, yanlışdır. Belə bir fikir yoxdur. B variantı platforması yerləşir. Qərbi Avstraliya yaylası platformada yerləşsə də Böyük Hövzə yaylası geosinkronda yerləşir. B yanlışdır. C. Üzvü aləm kasıbdır. Bu ola bilər. Digər variantlara baxaq. D. Dağ silsilələri əhatə olunmuşdur. Böyük Hövzə aid olar, amma Qərbi Avstraliya aid olmaz. Oxşar deyil. Y variantı tropik işıqlanma qurşağında yerləşir. Qərbi Avstraliyanın yaylası şimal hissəsi, yəni tropik xətti kəsdiyi üçün biz belə deyirik ki, tropik işıqlanma qurşağında yerləşsə də Böyük Hövzə tropik işıqlanma qurşağında yerləşə bilməz. Doğru cavab C variantıdır. Üzvü aləm kasıbdır burada. Növbəti suala keçid edirik. Xəritə üzərində hansı məlumat vizual təhlil metodu ilə əldə etmək olar? Biz bilirik ki, vizual təhlil gözlə müşahidə edib oradan əldə etdiyimiz məlumatdır. İndi variantlara baxaq. A variantı məntəqələr arasındakı məsafəni. Burada hesablama aparacağıq. Bu vizual yox, kartometrik təhlil olar. Yanlışdır. B variantı məntəqələr arasında nisbi hündürlük fərqi. Hesablama aparacağıq burada da. Kartometrikdir. Yanlışdır. C variantı ərazinin iqlim xüsusiyyətlərini. Bəli, bu ola bilər. Digər variantlara baxaq. D variantı ərazidəki çayların uzunluğunu. Yenə də hesablama aparacağıq. Kartometrikdir. Yanlışdır. Y variantı məntəqələr arasında yerli vaxt fərqini. Burada da hesablama işləri aparacağıq. Bu da vizual təhlil olmaz. Doğru cavab testimizin cavabı 42-də C variantı. Növbəti suala keçid edirik. 43. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Aralıq dənizi verib, qırmızı dəniz verib, oxşar və fərqli xüsusiyyətləri müəyyən etmək lazımdır. Baxaq. 1. Boğaz vasitəsilə dünya okeanına birləşmişdir. Bilirik ki, Aralıq dənizi Cəbəl Tarıq boğazı vasitəsilə Qırmızı dəniz Bab-el-Məndəb boğazı bu hər ikisinə aiddir. 3-ə 1 yazarıq. 2. Subtropik iqlim qurşağında yerləşir. Aralıq dənizinə aid olan fikirdir. Qırmızı dəniz bildiyimiz kimi tropik iqlim qurşağında yerləşir. 3. Şimal tropik xətti keçir. Şimal tropik xətti kəsir Qırmızı dənizi. 4. Geosignal ərazidə yerləşir. Aralıq dənizi və Qırmızı dənizin hər ikisi geosignal ərazidə yerləşir. 4 də 3-ə aid olar. 5. 3 qitənin sahillərini yuyur. Aralıq dənizi bildiyimiz kimi Avropa, Asiya, Afrika qitəsinin sahillərini, Qırmızı dəniz isə Afrika və Asiya qitəsinin sahillərini yuyur. 5-ci fikir, 3 qitənin sahillərini yuyur fikri
Aralıq dənizində, yəni 1-ə aiddir. 6. Mərcan mənşəli adalar rast gəlinir. Tropik iqlim qurşağın, yəni il ərzində temperaturun yüksək olduğu ərazilərdə, bəli, Qırmızı dənizə aid olar. 2-yə də 6. 1-ə 2, 5, 2-yə 3, 6, 3-ə 1, 4. 2, 5, 3, 6, 1, 4. B variantı testimizin doğru cavabıdır. Test edirik növbəti sualımıza. Növbəti sualda bizə deyir ki, Amazon və La Plata düzənlikləri üçün ümumi xüsusiyyətləri müəyyən edin. Denudasyon prosesləri üstünlük təşkil edir. Xeyr, denudasiya prosesləri yaylılarda üstünlük təşkil edər. Bunlar ovalıqdır hər ikisi, Amazon və La Plata. Ovalığı bir yanlışdır ki, relyefdə 4-cü zörb buzlaşma izləri müşahidə edilir. Yanlışdır, 4-cü zörb buzlaşması Cənubi Amerikada olmayıb, biz bunu demişdik. 3. Formalaşmasında çayların rolu böyükdür, bəli. Parana çayı rolu böyükdür, La Plata ovalığında düzənliyində. Amazon çayının rolu böyükdür, Amazon. 3 doğru fikirdir, 3-ü götürürük. 4. Hamar relyefi malik olan alluvial düzənliklərdir. Çayların rolu böyükdürsə, bəli, alluvial daima axarlı suların təsiri ilə formalaşır. Götürərik 3-4. Platformanın qalxan hissəsində müvafiq gəlir. Yanlışdır, qalxan deyil. Seismik cəhətdən sabit ərazilərdir. Bəli, hər ikisi seismik cəhətdən sabit ərazilərdir. Platformaya uyğun gəlir. 2-3-6 A variantı testimizin doğru cavabıdır. Növbəti suala fikir veririk. Uyğunluq pozulmuşdur. Yanlış olanı soruşur. Vulkanik adanı göstəribdir birinci şəkildə. Baxaq görək, göstərilənlərdən hansı vulkanik adadır, hansı deyil. 5 İslandiyada vulkanik adadır. Burada uyğunluq pozulmayıb. 5-i götürmürük. O nöqteyi nəzərdən D yanlışdır. B yanlışdır. 3 vulkanik adadır, hava adalarıdır. Bu da doğru götürülüb deyə uyğunluq pozulmayıb. 3-ü də götürmürük. 4 Newfoundland adasıdır. Vulkanik ada deyil. Burada pozulub. Biri 4-dür. 2-də də Mərcan mənşəli ada. 2-də Kalimantan adasını göstəribdir. O da materik mənşəlidir. Kalimantan adasının yer gəlmişkən digər adası Borneo adasıdır. Bildiyimiz kimi o da uyğunluq pozulmuşdur. 2-4 testimizin doğru cavabıdır. Bir isə Mərcan mənşəli adadır. Uyğunluq pozulmamışdır. Biri də ona görə götürə bilmərik. Növbəti suala keçid edirik. 46. Dünyanın əsas daş kömür yatakları yerləşən əraziləri müəyyən edin. Appalas dağları bildiyimiz kimi Şimali Amerika materikində daş kömür etləri zəncir olan bir ərazidir. Orta Sibir yaylası Rusiya ərazisi götürürük. 2-3. Böyük Çin düzənliyi bildiyimiz kimi Çində daş kömür yatağının geniş olduğu ərazilərdən biridir. Cənub-Şərqi Asiya qalay Wolfram qurşağı götürərik. Florida yarımadasında təbii ki fosfor ehtiyatına görə seçilir. Mərkəzi Afrikada mis və almaz ehtiyatı deyərik. 2-3-5 A variantı testimizin doğru cavabıdır. Növbəti suala keçdik. Miqyas 1/300 olan xəritdə uzunluğu 15 cm yolun uzunluğu miqyası 1/500 olan xəritdə neçə santimetr olar? Əvvəlcə miqyasımızı izahlı miqyasa çeviririk. 1 santimetrdə 3 kilometrdirsə 15 santimetrdə 3 vurulsun 15, 45 kilometr məsafə edər, həqiqi məsafə. Digər xəritənin miqyası nə qədərdir? 1 santimetrdə 5 kilometr, x santimetrdə isə 45 kilometr. Buradan x-i tapanda 45 bölünsün 5, x bərabərdir 9 santimetr. Testimizin doğru cavabı D variantı olacaq. Növbəti suala keçid edirik. 48. Coğrafi uzunluğu 3-cü saat qurşağının orta meridianın 45 dərəcə qərbdə yerləşən şəhəri müəyyən edin. 3-cü saat qurşağı bilir ki, şərq yarımkürəsində yerləşir. Şərqdə yerləşən saat qurşaqları 1-ci və 11-ci saat qurşağı idi. Bu zaman biz sadəcə onu 15-ə vururduq. Çünki yer kürəsi 1 saat 15 dərəcə dönür. 3-cü saat qurşağının orta meridianını tapmaq üçün 3 vurulsun 15 bərabərdir 45 dərəcə şərq uzunluğu tapırıq. Yəni söhbət 45 dərəcə şərq uzunluğundan 45 dərəcə qərbdə yerləşən şəhərdən, məntəqədən gedir. Bizim başlanğıc meridianımızdır. 45 dərəcə şərq uzunluğundan qərb istiqamətində 45 dərəcədə 0 dərəcə uzunluğumuza başlanğıc meridianı çatırıq. Bu isə İngiltərənin paytaxtı Londonun şəhərindən söhbət gedir. Doğru cavab Y variantı. 49. Xəritə sıxımda iştirilmiş ərazilərə yayılmış iqlim tipini müəyyən edin. Bu hissədə Qanı-Xəri çay vadisinin böyük hissəsi və Böyük Qafqaz dağının cənub-şərq hissəsi, eyni zamanda
Qusar rayonu, Quba rayonu ərazisində orta dağlıq hissələr mülayim isti iqlim tipində yerləşir. Doğru cavab 49-da B variantı olacaq. Növbəti sual keçək. Əlamətlərin aid olduğu okean cəryanını müəyyən edin. Sakit okeanda yerləşir. Asiya qitəsinin iqliminə təsir göstərir. Yağıntıların miqdarını artırır. A variantında musson okean cəryanı, belə bir okean cəryanı yoxdur. B variantında Alyaska bildiyimiz kimi Asiya qitəsi sahillərini yumaz. C variantında Kurosio. Doğru cavab bəli budur. Həm sakit okeanda yerləşir, Asiya qitəsinin təsirinə, iqliminə təsir göstərir, həm də yağıntıların miqdarını artırır. Gulf Stream Şimali Amerika materikinin Atlantik okeanda yerləşir və Şimali Amerika materikinin sahillərini yuyur. Kanar cəryanı da eyni zamanda Atlantik okeanı, Afrika materikinin sahillərini və eyni zamanda soyuq okean cəryanıdır. Doğru cavab əldə C variantı olacaq. Keçid edək növbəti sualımıza. 51. Xəritə sxeməsindən fiziki aşımanın intensiv olduğu məntəqələr müəyyən edin. Səhraları götürəcəyik ki, orada deməli fiziki aşımanın daha çox intensiv olduğu ərazilər. 2. Afrikanın şimalı, 4. Ərəbistan yarımadası və 6. Qərbi Avstraliya yaylası. 2, 4, 6 testimizin doğru cavab C variantı olacaq. Temperatur 30 dərəcə Selsi olan 1 kub metr havanın nisbi rütubətliyi 65% təşkil edir. Temperatur 10 dərəcə Selsi aşağı düşərsə havanın nə qədər rütubət itirdiyini hesablayın. Biz bilirik ki, 30 dərəcə Selsidə 1 kub metr havada 30 qram su buxarı ola bilər. 30 qramımız 100% götürürük. Amma deyir ki, nisbi rütubət 65%-dir. X qramımızı 65% götürərik. Burada deməli 100x bərabərdir 30 vurasın 65. Buradan x bərabərdir. Biz tənasübü həll etsək, alarıq 19,5 qram. Və deyir ki, məsələn, digər ardında deyir ki, 19,5 qram hazırda su buxarı var. Yəni 65%. 10 dərəcə Selsi aşağı düşərsə, 30-dan 10 dərəcə Selsi aşağı düşəndə temperatur olur 20 dərəcə Selsi. 20 dərəcə Selsidə 1 kub metr havada bildiyimiz kimi 17 qram su buxarı olur. Bəs bizdə tapdıq ki, bayaq məsələmizin şərtnəsinin 19,5 qram su buxarı var. Yəni 20 dərəcəyə qədər temperatur aşağı düşəndə 19,5 idi, 17 qram olar. Nə qədər su buxarı itirər? 19,5 çıxsın 17, 2,5 qram su buxarı itirər. Doğru cavab C variantı olacaq. Növbəti suala diqqət yetirək. 53. Okeanda dərinliyi 7500 metr olan çökəli exolotdan göndərilən səs siqnalı neçə saniyə sonra qəbul edilir? Deyək ki, bu okean səthidir. Exolotdan 7500 metr, 7500 metr dərinliyi var. Bilirik ki, exolotdan göndərilən səs, yəni səsin suda sürəti 1 saniyədə 1500 metrdir. 7500 dərinliyi varsa 7500 metr, 7500 metr. Yəni gedib səsin okeanın dibinə çatıb geri qayıtması 7500 üstə gəlsin 7500 15000 metr edir. 1 saniyədə 1500 metr gedirsə, x saniyədə 15000 metr gedər. Buradan x bərabərdir 10 saniyə tapmış oluruq. Testin doğru cavabı 53-də 10 saniyə olacaq. Növbəti suala keçdək. 54. Dəmir filiz yataqlarını müəyyən edin. Göydərə bildiyimiz kimi ipək yatağıdır, olmaz. 2. Dəmiroğlu Daşkəsəndə dəmir filiz yatağı doğrudur. 3. Hamançay dəmir filiz yatağıdır. 2, 3 və Daşkəsən eyni zamanda 5. 2, 3, 5 Daşkəsən rayon arasında Dəmiroğlu Daşkəsən Hamançay dəmir filiz yatağıdır. 2, 3, 5 testimizin doğru cavabıdır. Kastağ Mazmsə Katekçay polimetal yatağıdır, olmaz. 2, 3, 5 testimizin doğru cavabıdır. Növbəti suala baxaq. 55. Kara yarımdasına aid olan xüsusiyyətlər. 1. Yağıntıların çox hissəsi ilin soyuq dövründə düşür, xeyr, isti dövründə, çünki musson küləkləri okeandan materikə doğru yayda əsər. 1. Yanlışdır. 2. Platforma sahəsində yerləşir. Çin Koreya platformasının bir hissəsinə düşür. 2. Doğru götürək. 3. Fəaliyyətdə olan vulkanlar yayılmışdır. Xeyr, burada fəaliyyətdə olan vulkan yoxdur. Yanlışdır. 4. Şimal mülayim işıqlanma quşağında yerləşir. Doğrudur. 2, 4. Yapon dənizi və Siam körfəzi ilə əhatə olunur. Xeyr, Siam körfəzi ilə əhatə olunmur. 6.
Ərazisində musson iqlim tipi müşahidə olunmuşdur. Bunu bayaq dedik. Bəli, doğrudur. 2, 4, 6 testimizin doğru cavabıdır. 2, 4, 6 burada 2, 4, 6 testin doğru cavabıdır. Növbəti sual. Doğru fikirləri müəyyən edin. 1. Norveç, Bering, Oxot və Yapon dənizləri bioloji ixtilər zəngindir. Bu doğru fikirdir. 2. Cənub-Şərqi Asiya ölkə daha çox şirinləşdirilmiş okean suyundan istifadə edir. Xeyr, Cənub-Qərbi Asiya ölkələridir bu. 2 yanlışdır. 3. Namibia sahillərində almaz hasil edilir fransızlar tərəfindən. Bəli, bu doğrudur. 4. Şimal dəniz sahilləri zəngin daş kömürü yox, neft ehtiyatlarla malikdir. Yanlışdır. 5. Hazırda Hind-Okean dəniz yük daşımasında birinci yer tutur. Xeyr, biz bunu Atlantik Okeanı haqqında deyirik. Yanlışdır. 6. Süveyş və Panama kanalları dəniz nəqliyyatında mühüm rol oynayır. Süveyş və Panama doğrudur. Testimizin doğru cavabı 1, 3, 6 olacaq. 1, 3, 6. Keçək növbəti suala. Uyğunluğu müəyyən edin. Litosfer tavaların veribdir. 1 rəqəmi ilə göstərilib Ərəbistan litosfer tavası, 2 ilə Naska. A. Materik tipli yer qabığına malikdir. Materik tipli yer qabığına malikdir. 1. Ərəbistan. A getdi 1-ə. B. Həm materik həm də okean tipli yer qabığına malikdir. Naskaya aiddir. 2 getdi B. 3. Okean tipli yer qabığına malikdir. Üzr istəyirəm, B heç birinə aid deyil. B olmaz. C. Okean tipli yer qabığına aiddir. 2-yə Naskaya aiddir. Kiçik litosfer tavalarından Naska, Kokos, Karib yalnız okean tipli yer qabığına malikdir. Burada 1-ə A uyğun gəldi. 2-yə C uyğun gəldi. D. Cənub-qərb istiqamətində hərəkət edir. Naska bilir ki, Cənubi Amerika materiklə toqquşur. Cənub-şərqi istiqamətində hərəkət edir. Ərəbistan da cənub-qərb istiqamətində yox, şimal-şərqi istiqamətində hərəkət edir. Yanlışdır. Y variantı Sahil Döşün odlu həlqəsinin formasına iştirak edir. Naskaya aid olar. Sahil Döşün odlu həlqəsinin şərqi hissəsi bax bu hissəyə düşür. 1-ə A, 2-yə C olacaq. 1-ə A, 2-yə C. Testimizin doğru cavabı 1-ə A, 2-yə C. Növbəti sualımıza keçid edirik. Situasiya suallarına gəldik, çatdıq. Bizə təqdim olunmuş situasiyaya baxaq. Əvvəlcə görək, söhbət hansı ərazidən və yaxud hansı sualdan gedir. Bakı və Abşeron yarımadasının Palçı vulkanları qrupu Dövlət Təbiət Qorununa daxil olan Otman Bozlaq Palçı vulkanı Azərbaycanın ən iri və ən fəal Palçı vulkanlarından biridir. Vulkan sonuncu dəfə 11 oktyabr 2025-ci ildə püskürmüşdür. Bəli, bu yaxınlarda belə bir hadisə baş verdi. Püskürmə güclü alovla müşahidə olunmuşdur. Vulkan hündürlüyü 400 metrə çatan konus şəklindədir və onun zirvəsində diametri 300 metr olan vulkan krateri yerləşir. Vulkanın dik yamasları dərin yarıqanlar parçalanmışdır. Burada söhbət Otman Bozlaq vulkanından gedir. Suallara diqqət edilir. 58. Mətndə verilmiş vulkana aid xüsusiyyətləri cədvəldə yazın. Vulkanın yerləşdiyi tektonik struktur, yəni hansı tektonik zonada yerləşir onu soruşur. Böyük Qafqaz tektonik qalxması, vulkanın yarandığı suxurlar. Əsasən çökmə mənşəli suxurlarda yaranır. Vulkan püskürdükdən sonra səthdə bərkimiş material. Bilirik ki, Palçı vulkanı püskürən zaman lava yox, temperaturu yüksək olan palçıq ətrafa yayılır, yer səthinə yayılır. Bu əvvəlcə salzı adlanır. Bərkiyəndə oru Brektiya. Burada Brektiya. Daha sonra vulkanın yamaçlarında yaranmış relyef formalarının ümumi adı. Bilirik ki, bu da vulkan krateridir ki, yəni vulkan püskürən zaman yaranan çökəklik. 59. Mətndə verilmiş vulkan tipinin Azərbaycanda yayıldığı əraziləri müəyyən edin. Əsasən yayılıb Qobustan, Abşeron və Cənub-Şərqi Şirvan bu ərazilərdə və bu tip bir neçə vulkan adını yazın. Palçı vulkanlarına Torağay hündürlüyü ən hündür olan Palçı vulkanımızdır ölkə ərazisində. Keyrəki, Otman Bozdağ, bunları Ayran Tökən, Axtarma Paşalı, bunları misal göstərə bilərik. 60. Mətndə verilmiş vulkan tipinə aid xüsusiyyətləri cədvəldə yazın. Vulkanların yerləşdiyi ərazilərdə yayılmış faydalı qazlar, neft və təbii qaz. Daha sonra vulkanların təsərrüfat əhəmiyyəti, tibbdə, sağlamlıqda dəri xəstəlikləri üçün istifadə olunur, turizm məqsədilə istifadə olunur. Beləliklə testimizin sonuncu sualına gəlib çatdıq. İzlədiyiniz üçün təşəkkürlər. Hər birinizə uğurlar arzu edirəm. Növbəti videolarda görüşənədək
Video bəyənməyi və kanala abunə olmağı unutmayın. Təşəkkür edirəm hər birinizə.